Deməli, boğma ayaqlar tipi növ sayına görə ən çox növ sayına malik olan tipdir. 1.5 milyon növ sayı var və tipin xarakterik xüsusiyyətləri bütün bədən hissələri boğumludur. Xitin örtüyü var, hansı ki, xarici skelet rolunu oynayır və bu xarici skeletin 40% karbohidrat, 60% isə kalsium duzlarından ibarətdir. İxtisaslaşmış əzələ qrupuna malikdir və bu əzələ qruplarının vasitəsilə hərəkətlərini təmin edirlər. Yəni dəri əzələ kisəsi artıq bunlarda yoxdur. Açıq qan damar sistemidir və sinir sistemi də həlqəvi qurdularda olduğu kimidir. Və indi isə baxırıq siniflərinə. Deməli, boğma ayaqlar tipinin 3 böyük sinifi var. Xərçəngimlər, hörümçəkgimlər və cücülər sinifi. Xərçəngimlər sinifi ilk öncə öyrənəcəyik. Xərçəngimlər sinifinə 20.000 növ daxildir. Nümayəndələri iki qrupa bölünür. Ali xərçənglər və ibtidai xərçənglər olmaqla. Ali xərçənglərə çay xərçəngi, krevetka, langust, omar, yengəc, məryəm qurdu və s. aiddir. İbtidai xərçənglərə isə dafniya, siklop və artemiya və hindiqozu adlanan deməli xərçənglər aiddir. Və məryəm qurdu quruda yaşayan nümayəndəsidir. Biz xərçəngimləri öyrənirik çay xərçənginin üzərində. Çay xərçəngi axar şirin sularda yaşayır, əsasən gecələr aktiv olur və bədəni ibarətdir baş, döş və qarıncıqdan. Yəni iki hissədən baş, döş bircə sayılır və qarıncıq ayrı bir hissə sayılır. Baş, döş hissəsi bir-birindən hərəkətsiz birləşdiyinə görə bu bircə, yəni ayırmırıq bir-birindən və bunların birləşdiyi yerdə əyri şirin vardır. Xərçəngimlərin ümumiyyətlə dedik ki, tipin xarakterik xüsusiyyəti onların çanağa malik olmasıdır. Həmçinin xərçəngin də bədəni xitinləşmiş kutikula ilə örtülmüşdür. O xarici skelet rolunu oynayır və skelet daxildən əzələ topaları vasitəsilə birləşir. Bunun vasitəsilə o hərəkət edir. İndi isə baxaq bədən hissələrinə. Belə ağız aparatına baxaq. Ağız aparatı 6 cüt ətrafdan ibarətdir. 1 cüt üst çənə, 2 cüt alt çənə, 3 cüt çənə ayaqlar. Üst çənə və alt çənə həqiqi çənələrdir. Çənə ayaqlar isə deməli şəklini dəyişir. Və çənə ayaqlar döş hissədə yerləşir. Əsl çənələr isə baş hissədə yerləşir. Bu döş hissədə döş 8 buğumludur və 8 buğumlunun 3 buğumunda çənə ayaqları yerləşir. Digər qalan 5 buğumunda isə yermə ayaqları yerləşir. Yermə ayaqlarının birinci cütü çevrilib qısqaca və qısqacın funksiyası hücumda, müdafiədə və qidanın tutulmasında rol oynayır. Digər ikinci və üçüncü cütlərdə də zəif qısqaclar var və ümumiyyətlə bu 5 cüt döş ayaqlarına yermə ayaqları deyilir. Qarıncıq isə 6 buğumludur və qarıncıq hissədə deməli dişilərdə birinci cüt qarıncıq ayaqları yoxdur, reduksiya olunub. Erkəklərdə isə var, amma birinci və ikinci cüt qarıncıq ayaqları cütləşmə orqanına çevrilib, yəni çoxalmada iştirak edir. Erkəklərdə dedik birinci və ikinci cüt çoxalmada iştirak edir, cütləşmə orqanına çevrilib. Digər qalan deməli 3-cü, 4-cü və 5-ci cütdə olan deməli ayaqlar da hərəkətə xidmət edir. Dişilərdə isə körpələrini gəzdirməyə xidmət edir. 6-cı cüt deməli yermə ayaqları reduksiya olunub, heç bir fərq də yoxdur və bu 6-cı cüt qarıncıq ayaqları təkamüldə quyruq üzgəcinin tərkibinə keçir. Deməli, quyruq üzgəcinin əmələ gəlməsində 7-ci qarıncıq buğumu, 7-ci cüt qarıncıq buğumunda olan ayaqlar və 6-cı cüt qarıncıq ayaqları rol oynayır. Və onu da qeyd edeyim ki, qarıncıq hissə baş-döş hissəyə hərəkətli formada birləşmişdir. Deməli, biz öyrəndik ki, bədəni 2 hissədən baş-döş və qarıncıq hissədən ibarətdir. Ağız aparatı 6 cüt ətrafdan, deməli, döş hissə 8 buğumludur. Döş hissədə çənə ayaqlar və yermə ayaqları yerləşir. Yermə ayaqlarının birinci cütü qısqaclara çevrilib. Digər ikinci və üçüncü cütdə də zəif inkişaf etmiş qısqaclar var. Qarıncıq hissədə 6 buğumludur. 6-cı
cüt qarıncıq ayaqları ixtisar olunub, reduksiya olunub, deməli, quyruq hücrəsinin tərkibinə keçib. Digər cüt, deməli, dişilərdə dedik, birinci cüt reduksiya olunub. Erkəklərdə isə birinci və ikinci cüt cütləşmə orqanına çevrilib, çoxalmada iştirak edir. Digər 3 cüt isə, deməli, erkəklərdə hərəkətə, dişilərdə isə, deməli, öz körpələrini daşımağa xidmət edir. Deməli, çay xərçənginin üzərində öyrənirik həyati prosesləri. İlk öncə dedik ki, çay xərçəngi gecə aktiv olur və o hər şeyi yeyəndir. Ağız aparatı gəmirici ağız aparatıdır və 6 cüt ətrafdan təşkil olunduğunu dedik. Həzm kanalı ağız, udlaq, qida borusu, böyük mədə, kiçik mədə, bağırsaq və anal dəlik dən ibarətdir. Mədəsi 2 kameralıdır. Böyük mədədə xitin dişçiklər olur ki, burun vasitəsilə qida üyüdülür. Kiçik mədədə isə ələk kimi 2 ədəd lövhəcik var ki, burada üyüdülmüş qidanı süzürlər. Və süzülmüş qida bağırsağa, oradan da həzm vəziyyətinə keçir. Həzm şirələrinin təsiri ilə parçalanır və soğurulur. Həzm olmayan qida qalıqları da anal dəliyi ilə xaric olunur. Anal dəlik də quyruq hücrəsinin orta pərində yerləşir. Tənəffüs sistemi qəlsəmələrlə tənəffüs edirlər. Qəlsəmələr baş döşünün yan hissəsində, xitin örtüyün altında, yermə ayaqlarının dibində yerləşir və dəri mənşəlidir. Qan damar sistemi açıq qan damar sistemidir. Ürək deməli baş döşünün bel hissəsində yerləşir, kisə şəklindədir. Və ondan çıxan damar arteriya damarı var, amma vena damarları xərçəngimlər sinfində yoxdur və qan ürəyə 3 cüt dəlik vasitəsilə daxil olur. Qan dövranı ürək, ürəkdən çıxır qan damarı, arteriya damarı gedir bədən boşluğuna açılır. Bədən boşluğunda arterial qan venoz qana çevrilir və daha sonra venoz qan gətirilir qəlsəmələrə. Qəlsəmələrdə də təmizlənib arterial qana çevrilir və arterial qanda 3 cüt dəlik vasitəsilə gəlib daxil olur ürəyə. Qan damar sistemindən də dedik. İfrazat sistemi isə deməli bir cüt yaşıl vəzlərdən ibarətdir və bu yaşıl vəzlərin axarları uzun bığcıqların dibinə açılır və bu başda yerləşir təbii ki, bir cüt yaşıl vəzlər. Sinir sistemi udlaq üstü, udlaq altı və qarın sinir zəncirindən ibarətdir. Udlaq üstü sinir düyünündən gözlərə və bığcıqlara, udlaq altı sinir düyünündən ağız aparatına, qarın sinir zəncirindən isə ətraflara və digər orqanlara sinirlər gedir. Hiss orqanlarına gəldikdə isə, bu deməli onların baş hissəsində, saplaq üzərində yerləşmiş bir cüt mürəkkəb fasetli gözləri vardır. Bu fasetli gözlərin funksiyası odur ki, yəni çoxlu xırda gözlüklərdən təşkil olunmuşdur və bu xırda gözlüklər hər bir gözlük ayrı bir hissəni görür. Sanki puzzle kimi görürlər hər şeyi. Və 2 şaxəli qısa bığcıqları qoxu bilmə funksiyası yönetir. Uzun bığcıqları isə lamisə orqanı funksiyasını həyata keçirir və qısa bığcıqların dibində həmçinin muvazinət orqanı yerləşir. Eşitmə orqanları isə yoxdur. Çoxalması ayrı cinsiyyətli heyvanlardır. Daxili mayalanma mövcuddur. Cinsiyyət vəzləri baş döşün bel hissəsində, ürəyin alt tərəfində yerləşir. Bir cüt yumurtalıq dişilərdə, erkəklərdə isə bir cüt toxumluq olur. Dişi fərd mayalanmış yumurtalarını qarıncıq ayaqlarında daşıyır və bunlarda sürfə mərhələsi olmur. Yumurtadan kiçik xərçənglər çıxır və bu xərçənglərin böyüməsi, biz bunlarda demişdik ki, xitin kütükulu olur da. Onların böyüməsi bu qabıq dəyişmə yolu ilə gedir. Böyüyürlər, amma yetkin fərddə artıq qabıq dəyişmə mövcud deyil.